Dünya liderlərinin bunkerləri bu dəfə də gündəmdədir. Belə yeraltı sığınacaqlar hökuməti müharibə, nüvə hücumu və ya fövqəladə vəziyyətlər zamanı qorumağa qadirdir. Onlar adətən güclü beton və polad konstruksiyalarla, müstəqil hava su enerji sistemləri ilə təmin olunur. Reyx kansler Adolf Hitlerin bunkeri isə belə sığınacaqlara əsas misallardan biridir. Bu, Berlində hakimiyyət binasının altında yerləşirdi və 1945-ci ilin əvvəlindən istifadə olunurdu. İki hissədən ibarət sığınacaq yeraltı kompleks kimi qurulmuşdu. Hətta bunkerdə Hitler üçün ayrıca hissə hazırlanmışdı. Qalın beton örtüyü sığınacağı bombalara qarşı davamlı edirdi. 30 otaqdan ibarət bu bunker Hitlerin son qərargahı oldu. 1945-ci ilin aprelində Sovet ordusu Berlini mühasirəyə alanda o sığınacağa köçdü. Elə ona görə də bunker diktatorun son sığınacağı adlanır. Müharibədən sonra Sovetlər bunkeri dağıtdı və sonradan ərazi tam örtüldü. Bugün orada sadəcə kiçik məlumat lövhəsi var. Qəsdən heç bir böyük abidə qoyulmayıb. SSR rəhbəri Yosif Stalin üçün tikilən bunker 2-ci Dünya müharibəsi dövrünün ən böyük və ən yaxşı qorunan lider sığınacaqlarından biri hesab olunur. Bunker Rusiyanın Samara şəhərində yerləşir. Nasist ordusu Moskvaya yaxınlaşanda sözü gedən sığınacaq tikilməyə başlanıb. Plana əsasən Moskva ələ keçirilsəydi, o zaman Stalin bu bunkerdən ölkəni idarə edəcəkdi. 37 metr dərinlikdə tikilən sığınacaq nüvə bunker standartlarına yaxın qorunma səviyyəsinə malik idi. Bunker Hitlerin sığınacağından 4 dəfə daha dərin idi. Hətta onu kiçik yeraltı şəhər kimi də şərh edirlər. İddialara görə Stalin bu sığınacaqda heç vaxt yaşamayıb. Bunkerin sadəcə ehtiyat plan kimi tikildiyi bildirilir. İndi bu sığınacaq muzey kimi istifadə olunur. Churchill War Rooms adlanan bunker 2-ci Dünya müharibəsi zamanı Böyük Britaniyanın ən mühüm idarəetmə mərkəzlərindən biri olub. Bu yer sadəcə sığınacaq deyil, həm də real müharibə qərargahı kimi istifadə edilirdi. Londonda hökumət binalarının altında yerləşən bunker kiçik yeraltı ofis şəhəri idi. 1940-1945-ci illərdə bütün əsas hərbi qərarlar buradan verilib. Almaniyanın Londonu bombaladığı Blitz dövründə xüsusilə vacib idi. O dövrki baş nazir Winston Churchill tez-tez bunkerə enərək generallarla planlar hazırlayırdı. Bunker o qədər gizli idi ki, savaş zamanı bir çox Britaniyalı onun varlığını bilmirdi. Sığınacaq indi muzey kimi fəaliyyət göstərir və içərisi müharibə dövründə olduğu kimi saxlanılıb. Ağ Evin şərq qanadında bunkerin olduğu bildirilir. Prezident təcili yardım əməliyyatları mərkəzi adlanan bu yer 2-ci Dünya müharibəsi zamanı o dövrki lider Franklin Roosevelti qorumaq üçün inşa edilib. Nüvə, kimyəvi və bioloji hücumlara qarşı qorunma təmin eləyir. Keçmiş prezident Harry Truman Ağ Evin yenidən qurulması zamanı bunkeri genişləndirərək onu bugünkü bomba sığınacağına çevirdi. 2001-ci ildə 11 sentyabr hadisəsi zamanı sabiq prezident George Bush ailəsi ilə birgə bu sığınacaqdan istifadə edib. 2020-ci ildə George Floyd'un öldürülməsinə etiraz aksiyası keçirilən zaman Donald Trump'ın da sözü gedən bunkerə endiyi bildirilib. Məlumatın yayılmasından qəzəblənən Trump, informasiyanı mediaya ötürənlərin məsuliyyətə cəlb olunmasını tələb edib. İddialara görə ABŞ-də belə çoxlu bunkerlər var. Hətta Ağ Evin şimal hissəsində çəmənliyin altında sığınacağın olduğu deyilir. Bu məsələ isə sabiq prezident Barack Obama'nın dövründə ortaya çıxdı. Suriyanın sabiq prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsədin evinin altında hazırlanan tunel də sığınacaq tiplidir. Həmin gizli yolların prezident sarayına aparan geniş tunel şəbəkəsi olduğu bildirilir. Bu şəbəkədə gizli seyflər və ağır zirehli otaqlar aşkarlanıb. Burada bunkerlər telekommunikasiya avadanlıqları, elektrik enerjisi, havalandırma sistemi və silah təchizatı ilə təchiz olunub. Tunellərə nəqliyyat vasitələrinin girişləri də Suriya-Livan magistral yolu boyunca görünür ki, bu da kompleksin hərbi əhəmiyyətini daha da göstərir. Adətən müharibə bitəndən, qarşı tərəf məğlubiyyətə uğrayandan sonra belə sığınacaqlar aşkarlansa da, lakin Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdəki bunkerini özü ictimaiyyətə göstərib. Dar dəhlizlər, alçaq tavanlar, ağ boyalı otaqlar və işçilərə ruh yüksəkliyi verən tablolar. Bu kiçik otaqlarda müharibənin ilk günlərində onlarca liderlərlə danışıqlar keçirilib. Müttəfiqlərin göndərdiyi silahların paylanmasından tutmuş, mühasirəyə alınan şəhərlərə yardımların çatdırılmasına dək. Bütün məsələlərin müzakirəsi bu sığınacaqda aparılıb. Hətta ABŞ-nin sabiq prezidenti Joe Biden Zelenskiyə qaçmağı təklif etsə də, o bunu rədd edib. Zelenski ona taksinin deyil, silahın lazım olduğunu deyib.